Avqustun istisi azdırsa, Masazırın hərarəti Orhusu yandırmağa yetər. 11 avqust saat 20-də hər birinizi Masazırda gözləyirik. UEFA Çempionlar Liqası 3-cü təsdiqat mərhələsinin cavab qarşılaşması sabah Orhusu oyununda sabahı tək buraxmayaq. Danimarkada yerli fanatlar Orhusun qələbəsində müstəsna rol oynadı. İndi sırada bizik. Növbə Masazırdadır. Sabah səfərdə vurulan vacib təsəlli qolu ilə və ondan sonra sərgilədiyi mübariz futbolla bu dəstəyi sonuna qədər haqq etdiyini göstərdi. İlk oyunda 1-2 hesablı məğlubiyyət heç nəyi bitirməyib. Əksinə mübarizə indi başlayır. Meydanda komandamız öz işini görəcək. Amma daha böyük missiya bizim azərkeşlərin üzərinə düşür. Tribunaları doldurmaq, 90 dəqiqə fasiləsiz dəstək vermək və ümumi qələbədə pay sahibi olmaq zamanıdır. Biraz Avqustun istisi, biraz da bizim alovlu hərarətimiz Masazırı Orhus üçün cəhənnəmə çevirməlidir. Biletini al, sabahı meydanda tək buraxma. Gəl play-off'a birlikdə addımlayaq.